Vay 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 vay. İstəyirlər ki, atlama ola kola məndən nə istəyirlər ki, bunlar? O şey istiyorlar, işte bak asatiment olsun diye bak. Eşitirsen. Bəh, 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 bəh. Döktürüblər bunlar. Bəh, 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 bəh. Hələ dayan, hələ dayan. Bəh, 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 bəh. Ona görə stonsu undu da. Xaçapuri. Neçə dənədir? Hərəyə bir dənədir deyəsən. Hə, 4 dənədir. Amma qoxuna köçür. Нормально. Завтра кто со мной едет? Видишь, мама какой я себе красивый телефон купила? Качественно тоже. Да, вижу. Спасибо большое. Amma əlimdən 50 dəfə düşüb yerə. Doğrusu kırıldı. Hiç bir kırıldı ama. Biraz çatı-matı var, amma ki səs gəlmir də telefon zəng. Поедешь завтра? Hə? Поедешь завтра? Da, da. Я ради Русика iPhone 8 починила я. Почему ради ручек? Чтобы тебе его отдать. İçində sır var. İçinde salat var. Yox, içində Niye böyle meraklı görtəni? İçində 3 dənə sır var. Cevabını bölüşdürək. Salam qızlar, necəsiniz? İnşallah yaxşısınız. Mənim gözəllərimə baxın. Baxın necə bebeşləri çıxıb. Necə boy atıblar. Vay, uzanıblar. Sarmaşıq kimi dolayıram elə bu taxtanın üstünə. Xoşum gəlmir gül belə sallananda. Sonra nə edəcəm bilmirəm. Deməli qızlar, bu gün ayın 14-düdür. Bu gün ayın 14-düdür. Bu gün mənim выходноyumdur. Bilirsiniz, Malışna Kuxnyadan mən maşınlar çəkim. Malışna Kuxnyadan mən otpuskadayam. Ayın 19-u axırıncı otpuskamdır. Otpuskada olduğum günləri evdə keçirdirəm. Amma pekarniyadan yenə gedirəm işə, işləyirəm. Çünki otpuskadan sonra pul lazım olacaqdı. Zaten otpusk noyları uca xərcləyib qutarmışım. Bu gün evdəyəm. Saat artıq bilirsiniz neçədir? 12-in yarısıdır. Deyə bilmərəm ki, hindi durmuşam. Çünki eşələnirdim. Saat 6-dan telefon dın 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 dın. Hamı nəsə yazır, hamı nəsə yazır. Telefon da qulağımın dibində zaryadkadır. Belə periodически durmuşam, kiməsə cavab vermişəm, təzən yatmışam, belə. O da belə deyim də, mamacıl dünəndən yola çıxıblar, gediblər dincəlməyə. Onlar hər il getməlidirlər, mütləqdir. Bunun qarşısını heç cür almaq olmaz. Yəni insanlar bir il boyunca işləyir, sonra dincəlirlər. Mən də istəyərdim əlbəttə ki, amma alınmır mənim zarplatamdan alınmır. Bu dəqiqə Abxaziyada elə qəşəng evlər tapıram gündəlik qalmağa, amma gediş yol pulusu çox bahadır. Geyib başımı yumalıyam. Yəni deməyim nədir? Elə olardılar, gün boyu şəkillər atırlar. Biz indi yol gedirik, biz indi oturduq zavtırk eləməyə, biz indi nə bilim nə açot verirlər bizə. Obşi qrupaya. Elə onların saabşenyalarına görə durmuşam yuxudan. Deməli, Elman mənə dünən yazdı, bilmirəm ya bu haqda dedim, sizə demədim, bilmirəm. O qədər video çəkirəm, silirəm, onca yadımda qalmır. Elman mənə dünən yazdı ki, Günel, biraz dolma saxlamışıq papaya, kələm dolması. Onu da yəqin axşam yeyər, sabah da işə aparar. Yəni daha yeməyə qalmayacaqdı. Mən dedim ki, narahat olmayın, mən gedib papaya yemək pişirirəm. Papaya canım qurban. Mən papam elə insandır ki, bir yeməyi ikinci gün yemək istəmir. Mecburiyyətdən olanda yeyəcəkdi onsuz heç. Gedib bugün papaya yemək pişirməliyəm. Hal-hazırda 12-in yarısıdır. Padruqamdan soruşdum dünən ki, uşaqlar mənə stal açmışlar, gördünüz. Dünən ki, yeməkləri şəşini çəkdim. Dedim ki, padruqa, bax, kartuşka qızartması, kotlet, salat. Bunları səhər-səhər yemək istəyirəm. Bilirəm ki, ayran qoymayacaq, süd məhsulları olmaz. Nə deyirsən, bunları yeyib sonra sorbifer atsam,
Dəmir öz işini görəcək, yoxsa blok olacaqdı. Dedi ki, salatdan əgər pendirləri çıxartsan, çox gözəl, çox əla yeməkdir. Gərək indi salatdan pendirləri çıxardım, sonra yeyim. Ondan sonra ortalığa əl gəzdirim. Ondan sonra duraq yavaş-yavaş gedək Domodedovo var Ruslanla. Belə. Səbinənin də tort sifariş var. Domodedovo aparmaq lazımdır. Elə tortu da götürərik, özümüz apararıq, orada verərik. Həm də Domodedovo niyə gedirəm? Bugün yəqin ki işləyərlər. Bilirsiniz, torpağımızın zapreti artıq qurtarıb çıxardıblar zapretdən. Azərbaycanca nədir? Qadağadan. Qadağadan çıxardıblar. Gedib administrasiya ilə danışmalıyam ki, mənə geodezist göndərsinlər. Geodezist hansı ki, bizim torpaqların 4 dənə toçkasını qeyd eləyəcək ki, hardan hara kimi bizim torpaqdır. Onu danışacağam. O keçən səfər danışanda demişdi ki, bizə nömrə verdi, dedi zəng eləyin, özünlə danışın. Özüylə danışdıq. Hər hansı bir gün təyin elədik ki, biz də geodezistlə getməliyik də, yəni. Ondan sonra koronavirus başladı deyən gedə bilmədik. İndi yenə gedib onlardan nömrəni götürərəm, geodezistlə danışaram, qiymətini öyrənərəm, ayın tarixini müəyyənləşdirərik. Sonra torpağa gedəndə videosunu çəkərəm, baxarsınız. Mən necə orada bir dəfə olmuşam. O da ala-bula yadımda qalıbdı, heç elə yadımda qalmayıbdı. Elman deyir, sizin o torpaqda çoxlu ağaclar var. Neyse, işimiz çoxdur o torpaqla, amma olsun. Təki iş olsun, təki torpaq olsun. Neyse, günün menüsünü deyəcəkdim. Günün planını mən sizə verdim. Durum indi başlayayım, gedim saçımı yuyum, sonra gəlim zavtraqımı eləyim. Uşaqlar hələ yatırlar, böyük işdədir. Uşaqları durğuzum yavaş-yavaş, Ruslan getsin, Səbinədən tortu götürsün, sonra bir yerdə çıxarıq, Domodedovo gedərik. Belə. Evimizdə yemək var deyən sağ olsun. Dünən Ləlişlə Ruslan stol açıblar, sağ olsunlar, Allah onlardan razı olsun. Axşama yemək pişirməyəcəm, yəqin ki. Axşama yemək pişirmərəm. İndi nəsə günorta falan yesək, azalsa baxaram vəziyyətə. Deməli, xaçapuri bişiriblər. Onun xəmirini Ruslan yoğurubdur. Qalan hər şeyini Ləliş eləyibdir. Sağ olsunlar. Durum onda başlayayım iş görməyə. Saat 12-də elə bir ki, zavtraqı eləsəm, 2 saat sonra dərman atmalıyam. Bu eləcə 1-2-2-də dərman atacam. Ondan 2 saat sonra yemək yeməliyəm. 4-də, 1-12-də demək, indi yemək yiyəcəm. 2-də dərman atacam, 4-də ikinci yeməyimi yiyəcəm. Belə. Bu mənim bol vitaminli səhər yeməyim. Dünən Ləliş zəng etdi ki, mam, evdə ətimiz var. Deyirəm ki, hə var, nədir ki? Deyir, mən köftə pişirmək istəyirəm. Deyirəm, köftə nədir? Küftə istəyirsən, pişirə biləsən. Deyir, yox, küftə yox, köftə, türk mətbəxi. Vallahi bunun kotletləri mənim kotletimdən yaxşı çıxıbdı. Allah haqqı. Mən də dağılıramız. Bacarır da. Siz nətər uşaqdır. Человек настроениyadır. Настроенiyası varsa hər şey eləyəcək. Ərinməyəcək, gedəcək mağazaya, alacaq, gətirəcək. Pişirəcək. Hazırlayacaq, stol açacaq, deyəcək, mama, qabları yumaq səndən. Su qaynayana kimi mən yeməyimi yiyeyim. Ты проснулся? Доброе утро. Başımı yasıyam, su qoymuşam qaynasın. Ona görə ki, suyumuzu kəsiblər. Короче, qısa konkret deyim. Podruqam deyir ki, administrasiya getməyə gərək yoxdur. Ay, dərmanımı içməmişəm. Saat bizdə почти 4-də. Administrasiya getməyə gərək yoxdur. Mən sənə geodeziyanın nömrəsini tapıb verərəm. Geodezistlərin nömrəsini tapıb verərəm. Sən onlara yazarsan. Və mənə 3 dənə firma tapdı. Birinə yazıb 5000, birini istəyirlər 4 dənə toçkaya. Bir nömrəyə yazıb 6000 istəyirlər 4 dənə toçkaya. Bir nömrəyə də yazıb 7000 istəyirlər 4 dənə toçkaya. 5000, 6000, 7000. Mən də 5000-dən 6000-ə zəng elədim. 7000-ə zəng eləmədim daha. 5000-dən 6000-ə zəng elədim.
5000'lik dedi ki 8000 rublə eləyirik, amma kalışı özünüz alırsınız. Yəni yerə batırılası olan dəmiri özünüz alırsınız. Sadəcə bizim injiner sizə göstərəcək Sputniklə baxıb göstərəcək hansı toçkadan vurmalısınız. Bilmirəm, başa sala bilirəm fikrimi yoxsa yox. Onlar mənə torpağım hardan hara kimidir onu qeyd eləmədilər. Deyir, kalışı özünüz alırsınız. 8000 rublə gəlib eləyirik. Sonra fikirləşdim ki, yox, 8000 biraz bahadır. Sonra 6000-liyə zəng elədim. 6000-lik mənə 12000 qiymət oxudu. Dedi, kalış özümüzdən də akt falan veririk. Amma 12000 rubudur. Bu da mənə çox gəldi. Dedim ki, yox, sağ olun. Fikirləşərəm, fikrimi dəyişsəm sizə zəng eləyərəm, belə dedim. Yazdım ki, padruqama, ay padruqa, bu sən yazmışsan 5000, 6000, 7000. Hələ mən 5000-dən 6000-ə yazdım. Onlar mənə qiymət oxudular. 7000 niyə heç yazmadım, heç nə zəng eləmədim, nə yazmadım. Çünki 5000-lik 8000 oxudu qiymət. 6000-lik 12500 oxudu. 12000 rubl oxudu qiymət. 7000-lik onda gör nə qədər oxuyar. O dedi ki, Qula, lazım deyil. Mən indi sənə Avitadan taparam, gəl dezis nömrəsi. Hamısını yoxlamışam, 5000 rubl eləyirlər. 3 dənə nömrə göndərdi mənə. 3-ünə də yazdım. Bir sapşenyanı 3-ünə də yazdım. Yazdım ki, 5000-in içinə girir hamısı. Sizin gəlməyiniz, 4 dənə toçkanı qeyd eləməyiniz, akt verməyiniz. Çünki mən istəyirəm ki, mənə akt da versinlər də, kağız əsasında versinlər ki, həqiqətən də gəliblər, qeyd eləyiblər və bu toçkalar bizim torpağın toçkalardır. 3-ünə də yazmışam, indi 3-ündən də cavab gözləyirəm. Səbinə yol gəlir, Səbinə gəlsin. Papagül açarını veriblər Səbinəyə. Həm açarı gətirsin, həm də tortu. Biz də duraq, yavaş-yavaş gedək. Deməli, qızlar, biz drujuq götürdük. Vot. İndi düşürük aşağı. Gedirik Babagilə. Gedirik Domodedovo. Düzdür, saat 7-dir. Səbinə gəlmişdi bizə. Sən demə tortunu tam yığmamışdı. Gəldi bizdə tortu yığdı. Bu da çox vaxt apardı. Ona görə gözlürdük ki, Səbinə tortu yığsın, versin. Kuryerlə göndərsin. Göndərdi, getdi. İndi biz gedirik Domodedovo. Çöldə qəşəng hava var. Gün çıxmışdı günorta. İndi biraz küləklidir. Bilmirəm, iş yerimdə qız dedi ki, bir həftə havalar isti olacaqdı. Ona görə biz də soyunduq, qol qısada gəzirik. Neynək, avtobus falan yoxdur, peşkom. 10 dəqiqə gözləyək. Niyə, 10 dəqiqə. Gəzək də. On 2 dəqiqə sonra elektriçkamız gəlir. Gedək biraz gözləyək. Нет, давай в середину. Нет, мы не в середине. Oturmağa yeri yoxdur, ayaq üstəyəm, amma ayaq üstədir. Gəldik gözəl krayımıza, Domodedovo şəhərinə. Следующая stansiyada çıxırıq. Görün nə gözəl yaşıllıqdır. Samolotumuz da uçur göydə. Amma görsəm belə bir, hə? Dışarıda uçuruyoruz. Ладно, давай çıxışa hazırlaşaq. Gəldik, çatdıq. Orada bir maşın var, həm papağın maşınıdır. Deyirəm, bax gör, papağım görmürsən ki, papa həmişə buralarda maşını saxlayır. Böyle bir də baxdıq ki, papadır. Biz də yolumuzu dəyişdik, dedik, belə gedək, papa ilə bir çıxarıq yuxarı. Gün nətər düşürək binanın üstünə, gözəl görsənir. Görünür ki, burada yer taxmadı, döndü o yana. Veçnə onlarda maşın saxlamaya yer yoxdur, veçnə. Elman həmişə deyir ki, nə lazımsa vaxtında deyin. Mən maşını saxladımsa, mən oradan çıxmayacağım, sonra gəlib yer tapa bilməyəcəm. Nəyək gedək biz podiyezə də, da babacıq. Yox, burada yer var. Belə çıxır ki, biz papanı qabaqladıq, hə? Gəlib dedik ki,
Gecə bunlar hardan gəlibdi? Yer axtarır yazıq. Deyir gedin evə gəlirəm. Getdikdi. Heç nə. Papa ilə eyni vaxtda gəldik. Güya biz papaya yemək bişirəcəydik. Prosta Səbinə tortunu biz Domodedovo gətirməli idik. Sən demə həmən sifariş verən adam da Moskvada fotosessiya düzənləyibdi. Moskvaya göndərmək lazımdı. Ona görə Səbinə də kuryerlə göndərdi. Biz oturub gözləyirdik ki, Səbinə tortu düzəldəcək, biz gətirəcəyik. Yoxsa yetişməzdik. Olsun. Hansı ev açardı? Yelçəsinin izni ayı. Только два ключа. Budur. Ay, açdı. Mən də onu deyirəm ki, Papa bəlkə də deyirdi ki, birinci gündə dincələrəm. Biz gəldik, qoymadıq. Qoymadıq kişi dincəlsin. Papa, yətərsən, Papa? Qoymadıq, hə, dincələsən? İlk ev günündə. Yok, hiç olmamışam. Dediler ki sabah iş yoktu, şey olacak da inventestir. Sonra direktör sabah çıkarsa inşallah. Yani işləyirsən, yoxsa edəsən? Yok istəyirəm, sonra direktör deyir ki sabah çıxacaq. Yox, yoxdur. Yoxsa işləmək istəmirdin? Vallahi sayılır var. Burası 2-3 səfər çıxacaq. Ha, 300 min, 400 min pul dedilər. Orada implant neyse deyərsin. İmplantı mənim dişimi düzəldən cəz dedi ki, mənim tanışım var, onlar ucuz edir. Düzdür, 30-35 min dedi. Balıq gətirdin. Bunu mənim Katya gətirdi. Cimay balıqdır. Özləri tutublar. Balqabrada getmişdi. Kaç yaşında? İş yoldaşım. Bunu sonra açısına. Bugün çatdıraram, düşürəm, bugün çatdıraram. Öyle değilse bu da balıktır ya. Kaptır. Ya farklı ya karası. Bakın mı? Bunu dolmayayım ama... 2 lira ne ya? Nədən? Dedi bizdə çoxdur, biz onun hamısını yeməyəcəyik. Gətirim sənə, dedi mənə gətir. Nə balığmış? Özler suyu böyle. Sarıpsız desinler onu olsun. Bak. Bak yok, o bir şey değil. Karas. Karas elman dersini balaca var. Mama deyir bizdəsən. Dedim hə. Oradan Qoyu 5 minə, 6 minə, 7 minə. Keçən səfər bir toçkaya 4 min istəyirdilər də. birine 4 milyon, birine 1000 var. Birinə 1000 manat, dördünə 4 min də. Hə, mən də 5 minliyə zəng elədim. Yox, 5 minliyə yazdım WhatsApp-a. Cavab vermədilər. Mən də şey elədim. 6 minliyə zəng elədim. WhatsApp yox idi. 6 minlik mənə dedi ki 12 min eləyirik. Niye? Deyir ki, что-то у вас очень dорого. Evet. Deyir ki, deyirəm axı saytda yazıb 6 min. Deyir ki, 6 min za выездdir. Gəlib iş görməkdə еще типа 6 min şeydir, 12 min eləyir. Dedim, я подумаю, если что, напишу. Sonra 5 minliyə zəng elədim. 5 minlik dedi ki, 8 min eləyirik. Da mən də 7 minliyə zəng eləmədim. Smısl какой. Öyle bir ben kalkıp Mən də dedim ki, padurqama, verdiyin nömrələr hamısı baha eləyir də. Bence burada öğrenmek için. O da deyir ki, yox, onlar çox istirat edirlər, adamla oxuyurlar. Qoy məsələ Avitadan tapın. Avitadan 3 dənəsini tapdı mənə, hansı ki 5 minə edirlər. Üçünə də yazmışam, hələ cavab yoxdur. С ними просто надо договориться, когда придут, и o günü gedib onlarla şey demək. Sen özün iş yaparsın, iyi göstərir, bassın var. Kalışı, yox, indi bunun dediklərində şeydir. Bunun dediklərində onlar özləri, hər şey onların özlərindəndir. Da Sputniklə toçkanı qeyd edirlər. Güya dediyinə görə akt verirlər ki, hə 4 dənə. Yox, neyse bastırırlar. Hə, dəmir kalışı bastırırlar. Burada bir dənə konfet qaldı ki, bunu da yiyin. Tamam, elə deyir. Evdən biraz salat gətirdim. Salatımız çox oldu. Fikirləşdim ki, biraz da sizdə doğrayaram. Sizdə də baxmadım heç nə. Yoxdur bizim işte. Olmuş. Da.
Soğan götürmüşsün. Çox oldu salat dedim. Əşbinlər işləyib qutaranmayacaq onsuz. Lars tek kaldı değil mi? Montu da gələcək də. Ha? Montu da gələcək. Evet Lars tek. Yox, Niye? не хочет она. Tek kalacak dedi. Да, это ее мечта. Necə bu yatsın bütün gün. Ha, nə çay içsən, çör necə? Motu neydi değil? İşlə, işə, evə, işə. Hərdən tança gedir, hərdən nə bilim sürücülüyə gedir. Söz yok mu? Ha? Ha? Söz yok mu? Oxuyur, axırıncı imtahanları verməlidir, getmir qorxusundan. Qorxusundan getmir. Nə? Pazarda annem var idi, özü verdi. Ne olsa. Deyirəm necə verdi, oxudum, öyrəndim, götürdüm. O qədər uzun cümlələr yazdılar kitabda. Cümləni əvvəlini oxursan, axırını oxuyanda o əvvəl yadından çıxır. Какой çay budur? Elə deyildi. Kitab nədir, mən başa düşürüm. Sən bir deyirsən, bir yazırsan, bir də sıxaçan deyirsən ki, exam yox. Вот именно, yenə padrugama desəm, o mənə loru dilində başa salar, nəsə başa düşərsən. Kitab dilində. Yox, exam yox, burada göstərir, sualları verirsən, cavabı yazırsan. Ha, tipa test kimi. Ha, nə tapdı, tapmadı. Ne çay içsən falan? Ya şimdi ondan Bu? olsun. Rozetli çay budur. Koyup ben o çevirdim, Ramaşka. Orada da var çay. O ne o sesin sen Ramaşka yiyeceksin. Ну, ты же не хочешь ромашку? Neyse onu çevirip Zaboruyu taptıramıyor. Zabor tapdın ucuz. Yok ya. Ha. Evvəllər fikirləşir təmiz zabor. Sonra fikirləşir təmiz zabor bahalısa. Camal maskalı setkal koyuyor. Diğer tahtalardan zabor koyuyor, maskalar istiyor. Kırık yerden bir gerçi tabi'den zabor koymasın. Yani ciğerlerin demir göstereceğiz, ya tahtaların göstereceğiz. İyi, hadi. Ну, раз я там буду жить одна, лучше mənə şey olsun, dəmir olsun. Надежный olsun. 20 yıl biz kaçmalı yaşadık, biz hamısı mecid tahtaydı. Orada özümüzünkülər də hamısı. Nə bilim, burada da münaqacətlər də. Hamısı münaqadə etdilərdi. Rusik, çay budешь? Yemək istəyir. Benim işime bağlı. Ha, Ben telefon. ancak tahtayla istiyorum ben. Televizyonlar da sütle sanırım. Ha, молодец. İndi hələ də oradasan, elə deyil. Hamısı eyni razmer olur. Yok, razı ben. Olsa gelirəm istəyirəm. O şey, ben bir şey bırakmam. Yerindən razısan? Tak atkırıska deyil, pakurska deyil. Taktakda kəsilir, şey çaldı. Hərdən elə, məncə yaxşıdır. Əvvəlkinə baxmış buraya. Ben pistoletim. Pistoletim sıkıntı ediyor. O da olur ya, ne pis sayı, öyle bir sayı. 8 deyil də yəni. Yok, çok sağ ol. Pulu nətərdir pa? Əvvəlki yaxşı idi. Erman puldur. Şu da işte buradan da. Belə halva yersən sən. Bugün suda kaldım. Böylesi işte yaptım. Papa çay buz oldu. Nəsə qatmalıydım içinə. Gətirin telefonunuza etiqal qoyun. Qatınıza. Böyle işler de. Ya Allah bismillahirrahmanirrahim. Əgər hər şey mənim planlaşdırdığım kimi olsa, yolunda getsə, Elmanın da ev olacaq, mənim də. Amma əgər mən planlaşdırdığım hər Görürüm. Bir hazır kız deyip 80-cı ildə dayanmışam, hər heç ala bilmirəm. Deyim, yalan deyim. 80-cı il Sovet hökuməti vaxtı idi. O vaxtı elə idi, pa. O vaxtı yadına gəlir, mənə dedilər ki,
İndi kim 85-ci ildə o çətə durubdu, onlara veririk. Sən də 35 il durasın. Mən də padruqamdan soruşam, padruqam deyir ki, hə, o vaxtda elə idi. Ben indi. İndi elə deyil. İndi hər şey bizim leyhimizədir. Burası güya gəlmişdik papa yemək pişirməyə. Hələ gəl papanın yeməyinə şərik olduq. Tərtəmizdir. Qəşəng yudum. İçi də təmizdir. Gətirim doğrayım. O güzel görene kadar ağlar oldum. Esirin oldum. Tak, başını tuluyoruz ha. Sizin de bizim kızak şımarız istedir. Çok yakından kestirmeyelim. Yavaş yavaş gelsin ha. Daha yavaş yavaş. Yapsın sesini. Pa, git her tezden durursun. Pa, kuyruğun kesin tulluyor yoksa kızardın. Yiyen sen. Yeter, ha otur da. Ha, şu. El adamlar hoşu gelir, hoş sesi bakın. Bizi böyle sert olamak lazım olacak. Çağızı tünemek lazım. Bana Katya dedi ki sümüğü çok daha. Ha? Yani diyeyim Nasıl oldu? bilirsen. Hopa. Burada 3 tane dilim oldu. Sen bəs eləyəcək. Ben bu sözü istedim. Düz bax yəni. Bax. Ben beste istedim. Bəs də. Yəni onda ikincini açmıyorum da. Ben beste istedim. Ben şimdi bir nasıl bir bak. Şəhrametər şəhər halqayı. Şəhrametər şəhər dama. Qali qada. Tuzladım, istiyotladım. Düz bir tər papanı yolladıq yatmağa. Bu arada kartuşkalarını da çox gözəl bişdilər, qızardılar. Kartuşkaları götürüb qabını dəyişəcəm. Belə bu tavada da balığı qızardacam. Amma una batırıb qızardacam. Bir balaca oldu ama papaya bəs eləyər. Kartuşkan yağında qızardıram deyən. Kartuşkaya biraz sarı köfte etmişdim. Papa dedi biz ununu pişiririk. Mən də unlardan pişirdim. Və bizim yeməyimiz artıq hazırdır. Bunlar belə aralar qoymuşam ki sifdə pişəndə xırt-xırt olur. Niyəsə sonra qalandan sonra yumşalır. Papa da xırt-xırt xoşlayır. Dedim biraz aralı qoyum. Görüm daha yəni xırt-xırt qalacaqmı? Biraz papamla danışım. Bir səliqəli kişidir. Gözləyirəm skavarotka soysun, yuyum onu. Deməli orada işdə yeməyini yeyir. Boş qabını, stəkanını yuyur, hamısını sərli, gəli, tərtəmiz. İçində bir damcı su yox deyə daşır. Yuyur, paketə qoyur, gətirir evə. Şo, mamaya iş olmasın. Mama da axşam yemək qoyur, qoyur xaladenikə, səhər də durur, papaya sumka yığır. Bugün mənim görəvim bunları doldurub qoymaq xaladenikə. Deyirəm bu nə qabıdır, deyir yemək qabıdır. Deyirəm və bu nə qabıdır, deyir onda da soğan aparam işə. Mən deyir soğanla yeyirəm yeməkləri. Belə. Heç nə. Plitənin üstünü sildim. Skavarotkandakı içinə su ilə qabyan tökdüm ki asan yuyulsun. Gətirim tez bir dənə bunu da eləyim. Gedim yatım. Papanın köynəyini yudum, sabaha qurusun. İş köynəyini gətirmişdi. 2 kirənibdi. Yudum astım. İnşallah quruyar. Qurusa gəlsə ötülüyüm. Qorxumdan pəncərələri açmışam.
Kuxnanın qapısını bağlamışam ki, paltarlardan balıq iyi gəlməsin. Ya qızlar, qab-qacağı yudum, əskini yudum, stol əskisini, pletəni yudum, hər şeyi vroca yığışdırdım. Yeməkləri də qoydum xaladenikə. Sabah papa deyir saat 6-da duram yuxudan. Sabah saat 5-də 6-da duraram. Qablaşdıraram, qoyaram paketinə, aparar işə. Bilmirəm daha bugünkü vlogumda bu qədər olsun. Bilmirəm nə dərəcədə maraqlı oldu. Sizə izlədiyiniz üçün hamınıza təşəkkür edirəm. Bizimlə qalın. Hələlik.